Peyğəmbərimiz sallallahu aleyhi və səlləm öz dəvətinin ilk addımını la ilahə illallah eləmişdi. Çünki 13 il Məkkədə qalır, la ilahə illallaha dəvət eləyir. Fikir versəz, digər əməli ibadətlər, bir çoxları oruc olsun və s. onlar heç Məkkə dövründə vacib edilməmişdi. Yəni Məkkədə Allah Resulü sallallahu aleyhi və səlləm daha çox nə edirdi? La ilahə illallahı təbliğ edirdi, ona çağırırdı ki, insanlar birinci bunu qəbul eləməlidirlər. Əgər bir insana la ilahə illallahı yoxdursa, onda onun namaz qılmağı, zəkat verməyi, həcc etməyi, yəni ona nə fayda verir? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, kim Allahın üzünü istəyərək la ilahə illallah deyərsə, nədir? Və cənnətə düşər. Kim ixlaslı olaraq la ilahə illallah deyərsə, cənnətə düşər. Yəni ona görə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hər hansı bir şəhərə, hər hansı bir yerə səhabələrdən kimisə göndərərdisə ki, gedin insanları İslam'a çağırın, onlara ilk növbədə la ilahə illallahı əmr eləyərdi. Necə ki, Muaz bin Cəbəli, Allah ondan razı olsun, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Yəmənə göndərəndə bilirdi ki, Yəməndəki insanların əksəriyyəti nəsranidirlər, xristiyandılar. Və Muaza deyir ki, sən kitab əhlindən olan bir qövmün yanına gedəcəksən. Onlara ilk dediyin şey, ilk dəvət elədiyin şey la ilahə illallah şəhadəti olsun. Başqa bir rivayətdə gəlir ki, onlara ilk dediyin şey, ilk dəvət elədiyin şey tək Allaha ibadət etmələri olsun. Sonra da deyir ki, əgər onlar bunu qəbul eləsələr, onda onlara bildir ki, Allah Teala onların üzərinə gün ərzində 5 namaz vacib edir. Sonra onlar bunu da qəbul eləsələr, onda onlara zəkatı bildir və s. Yəni, bir müsəlman hansısa bir insanı İslam'a dəvət eləyəndə çalışmalıdır ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yoluna uyğun dəvət eləsin. Tədricən yəni. Tədricən və təbii ki, la ilahə illallahı qoyub, məsələn, namazdan, zəkatdan və s. və ya xarici görünüşdə müsəlmanlara uyğun olmaqdan başlamasın. Birinci la ilahə illallahdan başlamalıdır. Çünki cənnətə salan əsl odur. O olmasa başqa heç bir şey lazım deyil. Aydındır. Ona görə də birinci la ilahə illallaha dəvət eləməliyik öz yaxınlarımızı, əzizlərimizi, la ilahə illallahın mənasını, o bizdən nə tələb edir onu. Əgər la ilahə illallah qəlbimizdə düzgün şəkildə möhkəmlənərsə, sabit qalarsa, o bizdən tələb eləyəcək ki, bizim namazlarımız da düz olsun, bizim zəkatımız da düz olsun, bizim digər ibadətlərimiz də, əxlaqımız da gözəl olsun və s.